Bu prinsip cəhətdən mən deyim ki, və bu hal gözlənilən idi. Sadəcə indi bu saat bir kulminasiya mərhələsinə çatırıq. Yəni sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlar gedir, görüşlər olur, telefon danışığı olur və mən düşünürəm ki, burada müəyyən bir tərəflər hər halda burada əsas oyunçular Trump və Putindir. Zelenski sadəcə belə deyək, onun razılığı olub-olmamasını gözləyirlər. Zelenski də hal-hazırda Avropanın təsiri altındadır və təbii ki, Avropanın təsiri altında olduğu üçün o hələ ki qərar qəbul etmək durumunda deyil. Ona görə də düşünürəm ki, Avropada öz maraqlarını bu müharibədə təmin etmək üçün biz bilirik ki, Avropa qıraqda qalıb, bölgü prosesindən qıraqda qalıb, siyasi proseslərdə aktivləşib bu məsələ ilə bağlı. Hər halda Avropa müharibənin davam etdirilməsində və yaxud Rusiyanın istədiyinə nail olmasında əsas mane kimi bir belə deyək, qüvvəyə dönüb. Və burada da müəyyən bir maraqlar var, aydındır Avropanın maraqları bu cəhətdən də. Ona görə indi bu saat bu uzun və uzaq mənzilli raketlərə icazə verilməsi və s. Bu məlumatın ortaya çıxması, düşünmürəm ki, bu məlumat, yəni bu proses həyata keçirəcək. Keçsə də bu heç nə dəyişməyəcək, çünki indiyə kimi olan bütün vasitələr koalisiya tərəfindən Biden devrində əgər Rusiyanı saxlaya bilməyibsə, indi bu saat hansıdırsa raketlərin əvvəl 300 idi, indi 500-dür, sabah 1000 ola bilər. Yəni nə idisə döyüş meydanında, təmas xəttində nə isə dəyişə bilməyəcək.